Sovet Respublikasının elan edilməsi və hakimiyyətin sosialistlərin əlinə keçməsindən sonra ailənin başını qara buludlar alır. Təkcə müsavaslarla qohumluq əlaqələrinə görə yox, Turan Məfkurəsinin şeirlərində açıq-aydın müşahidə edilməsindən ötürü təhlükə gözlənilirdi. Təhlükədən uzaqlaşmaq məqsədi ilə Xızıya köçürürlər. Seyid Hüseyn müəllim işləyir. Ümmü Gülsüm buradakı bir qızcığazın həyatından bəhs edən Gülnisə poemasını yazır. Seyid Hüseynin qardaşı aktyor Mirpaşa ermənilər tərəfindən öldürülür. Sadıqzadə ailəsi Bakıya qayıtmalı olur. 1921-ci ildə ilk övladları Oktay, 1923-cü ildə Cığatay, 1926-cı ildə Toğrul doğulur. Yaxın qohumlarının Sayara adlı qızlarını övladlığa götürürlər. 1929-cu ildə isə qızı Qumral dünyaya gəlir. Ailəsini dolandırmaq üçün Seyid Hüseyn mətbu orqanlarda çalışır. Orta məktəbdə, texnikumda müəllim işləyir. Ümmü Gülsüm vaxtının böyük hissəsini ailəsinə ayırır. Uşaqlarının böyüməsi, təlim tərbiyəsi ilə məşğul olur. Könlü qırılmış, qanatları sınmış gənc şairə ara-sıra qüssəli və bir o qədər də gələcək ümid dolu şeirlər yazır. Yazdıqları sərhədi aşıb Türkiyədə dərc olunur. 20-ci illərin ortalarında Ümmü Gülsümün həyat yoldaşı Seyid Hüseyn Sadiq müsavaslarla yaxınlıq etdiyi üçün təqiblərə məruz qalır, həbs edilir. Bir müddət sonra azad edilir. 1937 faciənin tüğyan etdiyi dövr. Seyid Hüseyn Sadiq Pantürkist damğası ilə həbs edilir. Ümmü Gülsümün bacısı Ümmülbanu, 4 övladı, qardaşı Məhəmmədəlinin həyat yoldaşı Raziyə xanım və övladları sürgün edilərək öldürülür. Ey vuzlu şimaldan qopan ruzigar, ey murdar çöhrəli, ey mənhus sima kimi sərt misraların müəllifi, mais duyğuları şeirində əlbət bir gün yeni Azərbaycan istiqlala ərəcək sözləri ilə Sovet sisteminə, müstəmləkəçiliyə qarşı çıxan Ümmü Gülsüm repressiyadan canını qurtara bilməzdi. Qəzetlərdə şairi haqqında kəskin tənqidi yazılar dərc olunurdu. 1937-ci ildə Ümmü Gülsüm Sadıqzadə həbs edilir. Bayıl həbsxanasına aparılır. Evi, əşyaları əlindən alınır. Əsərləri qadağan edilir. 6 ay Bayıl həbsxanasında yaşadığı dəhşətli günlərdən, qadınlara çəkdirilən istirablardan bəhs edən Qala Xatirələrim adlı gündəlik yazır. 1938-ci ildə 8 il iş kəsilərək sürgünə, Telmaq əmək islah düşərgəsinə göndərilir. 3 uşağa baxmaq gənc səyyarənin öhdəliyinə düşür. Qısa müddət sonra böyük oğlu Oktay həbs edilərək sürgünə göndərilir. Cığatay kimsəsiz cəbhəyə göndərilir və xəstələnərək geri dönür, vəfat edir. 1944-cü ilin iyun ayında şairə islah düşərgəsindən azad edilir. Bakıya qayıtsa da ona yaşamağa icazə verilmir. Çarəsiz qalıb Şamaxıya köçür. Otaq kirayələyib yarı ac, yarı tox yaşamağa çalışır. Ümmü Gülsüm bir neçə ay burada qaldıqdan sonra 1944-cü il sentyabrın 17-sində 15 yaşlı qızının qollarında əbədi dünyaya qovuşur.